Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar gördüğünüz kimi hündüşkalarımız qırt yatıb. İlk önce onun şad xəbərini deyim. O keçən ilki ana quşumuzdur, balaca quşlardandır. Bu da bu ilki fərəmizdir. Bunlar qırt yatıblar. Düzdür, az yumurta yumurtadılar amma sevinirəm çünki bizim hündüşkalarımız bilirsiniz cütləşmələri üstündən bir ay keçəndən, ay yarım keçəndən sonra yumurtaya başladılar. Yəni çox gec yumurtadılar da. Bizdə də mən Aran rayonunda yaşadığım üçün istəmirəm hündüşka balalarım geç çıxsın. Çünki may ayında, isti aylarda filan hündüşka balalarım çıxanda yaxşı olmur burada. O istəyirəm ki, heç olmasa aprel ayının sonu filan hündüşka balalarım artıq çıxsınlar. İndi şükür Allaha ki yatıblar. Düzdür, az yumurta yumurtadılar. Deməli 12 yumurta ana quşumuz yumurtayıb, 10 yumurtada yoxsa 9 yumurta. 9 ya da 10 yumurtada fərə quşumuz yumurtayıb. İndi bastıranda onu biləcəyik. Çünki hamısını ayrı-ayrı qeyd eləmişəm. Hansı yumurtanı, hansı quş, hansı tarixdə yumurtayıb. Hamısını qeyd eləmişəm. Deməli 9 ya da 10 yumurtada o fərə quşumuz yumurtayıb. İndi mən bu hündüşkanın ikisini də bastırmağı düşünmürəm. Niyə desəz? Çünki əlimizdə yumurta sayı azdır. Bilirsiniz, digər hündüşkalarımızdan da cəmi hələ bir dənəsi yumurtaya düşüb. O da 3 mü 4 mü yumurta yumurtayıb cəmi. Ona görə əlimizdə yumurta sayı azdır. Biz də belə eləyəcəyik ki, o ana quşumuz yaxşı bala saxlayır. O ana quşumuzu qırt bastıracağıq və əlavə bir dənə də toyuğumuz qırtlayıb, əlavə bir dənə də toyuğumuzu qırt yatırdacağıq. İkisi bəs, çünki əlimizdə olan yumurtalar elə bir hündüşkanın bir də toyuğun altına sığacaq qədərdir. İki hündüşkanı yatırmaq mənə məntiqli gəlmədi. Çünki niyə yatırım? Yəni iki quşun ikisini də bastırım, altına da az-az yumurta ilə. Bu çox mənasızdır. Bala da çıxanda zaten götürüm onun birinə verəcəm. Çünki iki quşu da ayrı-ayrı yerlərə salmaq məqsədə uyğun deyildi. Hamısını toplayıb birinin yanında bir hündüşkanın baxması daha məqsədə uyğundur deyə düşünürəm. Bu toyuq da məni bu günləri bezdirdi. Üzr istəyirəm. Bayaqdan videonu 10 dəfə açmışam. Bu toyuqların səsi, maşın gəldi filan. Ona görə biraz əsəblərim yerində deyil. Bunlar da soruşsunuz nədir uşaqlar? Bu da təzə yumurtaya başlayıb dünəndən. Bunları artıq ayırmışam ki, görüm limon buraxma cücəmiz çıxacaq. Xoruzumuz təəssüflər olsun ki, artıq yaşlanıb. Ayağındakı o mahmuz deyirik ki, ayağında sümük kimi çıxır xoruzlarda. O da çox uzanmışdı. Onları da mümkün qədər kəsdim. Artıq cütləşməsində çox problem vardı. Demək olar cütləşə bilmir. Keçən dəfə də bu fərəmiz 6 dənə yumurta yumurtadı. Yumurtadan kəsildi. Düşünün, yəni bir dənə belə yumurtanın içi dolu olmadı. Cəmi bir dənə yumurtanın içi doluydu. O da cücə çıxmamış içində öldü. Yəni xoruz artıq yaşlanıb deyə cütləşə bilmir. Yəni buraxma xoruzlar belədir. Ən verimli vaxtları 2 yaşına qədərdir. 3-cü ili çox yaxşı cütləşə bilmirlər. Bu da elə 3 yaşın içindədir. Bildiyim qədərilə ya da 3 yaş tamam olub da. 3 yaşı tamam olub bunda artıq cütləşmədə problem yaranır. Mən də çox təəssüflər olsun ki, neçə illərdir çıxan limon buraxma balalarımı ancaq satdım və yaxud da ki, pay verdim ki, xoruzum var zaten olacaq, yeni xoruz var, yeni olacaq. O da təəssüflər olsun ki, xoruz bu illəri qocaldı, artıq limon buraxma cücə çıxmır. Neysə uşaqlar, ana hündüşkamızı dediyim kimi qırt yatırdacağıq. Bir dənə də əlavə toyuğumuz qırt yatıb, onu bastıracağıq. Çünki yumurtamız əlimizdə azdır. 2 hündüşkanı boş-boşuna yatırmaq niyyətim yoxdur. Bu fərə hündüşkamızı zaten az yumurta yumurtadır. 9-10 yumurta yumurtadır. Atacaq çölə. İndi ola bilsin ki, bu hələ birində yumurtadır. Ana quşumuz da çox güman ki, hələ bir dənəsində yumurtayacaq yatandan sonra. Bunları atacağım çölə. Fərə quşu atacağım çölə, təzədən yumurtasın. Deməli ana quşumuzdan bir dənə toyuğumuzu bastıracaq. İndi gedək gətirək, yumurtaları göstərək. Həm də bu illəri bir şey eləmişəm uşaqlar. Bütün yumurtalarda, yəni hansı hündüşka yumurtamayıb, həm hansı hündüşka yumurtayıb, həm hansı tarixdə yumurtayıb, ayın tarixində qeyd eləmişəm. Beləcə sizlərlə bərabər müşahidə etmək istəyirəm ki, məsələn mənim üçün çox maraqlıdır ki, hansı hündüşkanın yumurtaları döllülük oranı, yəni içində döl olma oranı daha çox olur. Hansı yumurtadan qəşəng balalar çıxacaq, hansı hündüşkanın yumurtasından və hansı tarixdə yumurtadığı neçənci yumurtasından məsəl üçün döl olmayacaq. Onların hamısını sizlərlə bərabər müşahidə etmək istəyirəm. Onun üçün bütün yumurtaların üstünə həm hansı hündüşka yumurtayıb, həm də hansı tarixdə yumurtayıb onları qeyd eləmişəm. İndi gətirək bu fərə hündüşkanı təbii ki çıxardacağıq, onu ayırdacağıq. Gətirək ana hündüşkamızdan toyuğumuzu bastıraq, görək nə olur. Dostlar, bu da yumurtalarımız. Deməli burada 16 burada var, 10 dənə də burada yumurta var. Bu 10 dənəni toyuğun altına qoyacağıq. 16 dənə də hündüşkanın altına qoyacağıq. Demək dediyim kimi 12 dənə ana quşumuz yumurtadır. 10 dənə fərə quşumuz yumurtadır. 5 dənə də deməli yox.
4 dənə də o qara ana quşumuz vardı ha. Sonradan sizə göstərdim ha. Yumurtlayıb 10 yumurtalardı. Baxın belə yumurtaların da üstünə dostlar tarix yazmışam. Bax 22-si 3-cü ay fərə quş fıqı. Quşlarımızın hamısında ad var da belə biri balaca deyirik, biri nəfərə deyirik, birinə qara deyirik belə. 26-sı 3-cü ay məsələn baxın balaca quş bu günləri yumurtlayıb bu. Yox. 26-sı 3-cü ay, hə, balaca quş. Bax 26-sı 3-cü ay qara ana quş. Yəni 2 dənə qara quşumuz var. Biri fərə qaradır, biri də ana qara quşdur. Bu da yenə bax 22-si qara ana quşun yumurtasıdır. Sonra bu neçədir? Balaca quşun 10-u 3-cü ay bax birinci yumurtasıdır. Bax balaca quş. Bunların hamısını yazmışam. İndi ondan biləcəyik. O ana quşumuz burada yumurtlamışdı. Elə burada bastıraq. İndi hər iki ola bilər ki, fərə quşda, ana quşda bir dənəsinin yumurtasını bastırdıqlarımızda. İndi fərə quşu bastırmayacaq. Fərə quşu indi çıxaracağam çölə ki, yatmasın o. İndi yumurtayar, bir dənə yumurtayar, sonradan nayılıb təzədən yumurtayacaq. Altına 10 dənə yumurtanı yığacaq. Bu arada bu günlər ayın 26-sıdır. Onu da qeyd edeyim sizlərə. Bugün 26-sı martdır. İndi inşallah 30 gündür hündüşka, amma 28 gündə filan çıxırlar da. İndi inşallah gələn ayın 24-ü, 25-i artıq hündüşka balalarımız çıxmış olacaq. 16 dənə bunun altına qoyduq. Xeyirli, bərəkətli olsun bizim üçün. Hündüşkaları özüm durğuzum. İndi keçək bu tərəfə, gəlsin o yumurta yatacaq. Burada da bu yumurtaları da yığın bura. Toyuğumuzu da uşaqlar bura gətirəcəm. İnşallah yatar. Yatmasa aparacağım dama. Çünki damda biraz mizzad var. Oranı üzə bilmirəm. Nə dərman vururam, getmir. Amma burada heç nə yoxdur. Burada ona görə istəyirəm ki, elə gəlib burada yatsa hamısından yaxşıdır. İndi əgər toyuğun altına 100% ki, bu 10 dənə yumurta azlıq eləyəcək, hələ bunun altına 1-2 dənə də yumurta qoya bilərəm. Çünki seçdim fərə quşun yumurtalarını qoydum. Üstündə də görürsünüz hamısına fıqı yazılıb. Çünki onun yumurtaları balaca idi, fərə olduğu üçün. Çalışdım ki, bunun altına fərə quşun, toyuğun altına fərə quşun yumurtalarını qoyum. Əgər ki, sabahlar da yenə bu ana quşumuzla, quşlar da buradadır bu arada. Əgər ki, sabah da bu ana quşumuzdan fərə quşumuz yumurtasa və yaxud da ki, o birisi qara quşumuz yumurtasa, onu da bu fərənin altına əlavə edə bilərəm. Hündüşkanın altına yox, hündüşkanın altına 16 dənə yumurta yaxşıdır. Bir də həm özü də, həm qara ana quşumuzda iri yumurtayıb deyə görürsünüz ki, yumurtalar iridir. Amma bunun altında, toyuğun altında 1 dənə, 2 dənə yumurta əlavə eləmək olar. Əgər yumurtasalar sabah əlavə edəcəm ki, elə nə bala çıxırsa elə arağaç çıxsın. Çünki o birisi quşun gün aşırı yumurtayır, bilmək olmaz o nə vaxt düşəcək. O birisilər də hələ ikisi də yumurtaya düşməyib. Ona görə elə sabahlarda yumurtasa bunun altına əlavə edəcəm ki, nə qədər altlarında çıxırsa əlavə edeyim, arağaç balamız bir o qədər çox olsun. Belə indi çəkilim, quşlar gəlsin, yatsın, toyuğu da gətirək qoyaq bura, görə yatacaq inşallah. Dostlar, yumurtanı oradan yığdım, bunu təkərin içine götürdüm. Videonu bağlayandan sonra ağlıma gəldi ki, digər qara quşda filan orada yumurtamaq istəyirlər, nəsə ora künc quşlarına gəlir, nədirsə bilmirəm. Bu da sakit quşdur, yəni hara qoysun orada qırt yatacağı üçün yumurtanı bu təkərin içine yığdım. Zaten yumurtanı çox görəndə gəlib orada yatacaqdı. Gəldi, yatdı altına, altında da yumurta elə çox deyil, 16 dənə yumurtadır. Qış özü maşallah olsun, yəni yumurtanın altına yığacaq səviyyədədir, böyüklükdədir. Ona görə altında heç yumurta artıq filan deyil, onun haqqında bir şey yazmayın. İndi 1-2 gündən lap təmiz ağırlaşacaq, çünki o qədər sakit, o qədər ağıllı quşdur ki, yəni normalda bağda, bağçada yeriyəndə əl atıb quşu tuta bilirsən də, yəni elə sakitdir, yəni yaxınlaşan kimi sakit durur quş yerində. Çünki bu quş bilirsiniz, danışmışdım bunu, yəni payız ayında çıxmışdı. Digər yəni 8 dənə quş idi. Hamısı ölmüşdü. Bir dənə busal qalmışdı. Bunu da əlimizdə o qədər yedizdirmişik ki, adama yəni öyrəşmiş bir quşdur da. Çox sakit quşdur. Yumurtaları qısacası 16 dənə ora yığdım. 10 dənə də yumurtanı bura yığdım ki, toyuğu damdan bura gətirim. Çünki damda mis filan var. Qırt toyuqlara daraşır. Yəni toyuq yardı durub qaça bilir də. Ona görə orada heç bastırmaq istəmədim. Toyuğa da zülm olmasın, həm də yumurtalarımızı zay eləməsin. Sadəcə toyuğu bura gətirdim. Toyuq burada yatmadı. Durdu, getdi. İndi təkrar bir də yoxlayacağam. Gəlsin, yatsın. Yox, görsəm ki, yenə toyuq yatmır. Ya məcbur dama aparacağam yumurtaları, ya da ki, elə fərə hündüşkamızda qırt yatırdacağam. Yəni edəcək bir şey yoxdur. Sabah yumurtladıqları yumurtaları da gəlir. Yəqin ki, sabah da yumurtlayarlar. Sabah yumurtladıqları yumurtalarını da qoyaram bunun altına.
Lap ondan sonraki günü də qoyaram altına, əgər olsa, sabah olmasa, ondan sonraki gündə olsa qoyaram altına, elə fərə quşu da məcburən yatırdaram. Çünki başqa əlimdə 40 toyuq yoxdur. O da bura gəlmək istəmir. Damda da özüm bastırmaq istəmirəm, çünki orada mis filan var. İstəmirəm orada bastırım. Belə də baxaq indi videonun sonuna qədər. Yəni bu videoda hamısını açıqlayacağam nə etdiyimizi zaten. Hələ ki videomuzu sonlandırmıram. Dostlar, hinduşkalar yatıb oranı düzəldənə qədər bunun üçün ayrı bir video çəkməyim dedim. Bunun da xəbərini sizə verim istədim. Bu ördəyimiz, yəni lal ördəyimiz artıq 40 yatdı, sonuncu ördəyimizdir. Hə, onu da deyim ki, o toyuğu niyə soruyorsunuz? Toyuğu da digər yerdə bit-birə basdığı üçün onu da gətirdim, burada yatırdım. Altında bıraxma yumurtalar var. Ördəyi də sizə göstəreyim. Axır ki bu ördəyimiz yatdı uşaqlar. Altında 22 ədəd yumurtası var. Çox olmağına bilirəm ki, bir tık çoxdur, amma məncə hamısını isidir, zaten çıxardacaq. Ola bilsin ki, hələ bir ədəd də yumurtası var. Bugün ayın 25-idir. Bu üzr istəyirəm, 26-sıdır. Bu ördəyimiz dünəndən, yəni 25-indən artıq 40 yatıb. Dediyim kimi altında 22 yumurta var. Tək canına 41 yumurtadır. 40 ya da 41 tam olarak indi hesablamadım. Hesablayaram, onu da gələn videolarımda qeyd edərəm. 40 ya ya 41 yumurtadır. Bir dənəsində hələ mən elə düşünürəm ki, yumurtayacaq. Çünki dünən yatmışdı, bugün birində yumurtayıb. Düşünürəm ki, sabah və yaxud da ki, birisi gün falan yenə birində yumurtayar. Altında artıq qoymağa yer də yoxdur. Uşaqlar 40 toyuq da yoxdur. Nə də onun altından 3 dənə 5 dənə yumurtanı qoyub hansı toyuğu ona görə zannet eləyəcəm. Elə hamısı altında yatsın. Havalar da zaten isti gedir. Soyuq da gedmir ki, deyəm xarab olacaq. Yəni heç bir şey olan deyil inşallah. O ördəyimizdə yerin tarazlayır. Heç bir şey olan deyil. İnşallah onun da hamısı çıxar. Macar cinsi ördəyimiz idi. Yəni ilk dəfə idi bu qədər məndə lal ördək yumurtayırdı. Maksimum 25 ədəd eşitmişdim, görmüşdüm. Ondan artıq görməmişdim. İlk dəfə idi ki, birinci dəfə idi ki, bu qədər ördəyin yumurtadığını gördüm. Amma bizim üçün problem olmadı. 40 toyuğumuz vardı falan, onun altına yığdıq. Prosta dayı ilə bugün yatar, sabah yatar deyə bunu ayrı toyuğun altına yığmadım. Hamısı bunun altında qaldı. Dediyim kimi inşallah hamısı çıxar. Bilirəm, yəni bir hardasa bir iki dənə, üç dənə yumurta az olsaydı daha yaxşı olardı altında. Hələ bilmirəm, bəlkə ikisini yumurtayacaq bundan sonra da. Çünki 22-dir, 23% ki mən düşünürəm olacaq. Hətta bəlkə 24 də ola bilər. Biri 3 dənə, 4 dənə altında yumurta az olsaydı 19-20 yumurta bunun üçün ideal idi, amma məncə bunu da isidib çıxarda biləcək kapasitədə heyvandır. Çünki çəkisi çoxdur uşaqlar. Yumurtamağa başlamamışdan əvvəl 3 kilo 200 qram çəkisi var idi. Yəni iri cüssəli bir dişidir. İndi məncə bir problem olmayacaq. Yəni çıxardacaq hamısını. Bu da bizə xeyirli olsun. Dostlar, hinduşkamız artıq rahatlandı. Yumurtaların hamısını yığdı altına. Toyuğu da necə allatdıq. Toyuğu da nə qədər elədik gəlib burada yatmadı. İçəridə bu qabda yatırdı. Apardım yumurtaları orada yığdım qabda altına. Toyuq üstündə yatdı, getdim qoydum bura. Düzdür, bura gələndə biraz hürkdü. Görürsünüz yumurtalardan çölə çıxan var, amma orada bütün hamısını yığmışdı altına. Amma ki yatacaq. Birazdan ağırlaşacaq, öyrəşəcək burada. Yatacaq, bərkiyəcək. Çünki o qabda yatmadı. Öz 40 yatdığı yeşigi gətirməli oldum bura. Damda saxlamadım ki, orada bit filan çıxar. Altını samanlı zadını dəyişdim, gətirdim bura. Bu qabda belə yatdı. Xeyirli, bərəkətli olsun bizə. İndi inşallah görək bu yumurtalardan. Təbii ki, dolu boş oranına da baxacağım 5-6 gün sonra. Daha sonra sizlərə də göstərəcəm ki, neçə yumurtamız doldu. İndi inşallah hamısı dolu çıxar, hamısı balalısı sağ-salamat çıxar. Çünki bilirsiniz, bu il hinduşkalarımız gecikdi. Yəni arağaç normal vaxtında bir quşlarımız çıxacaq. Yəni ümidimiz ancaq bunlaradır. İnşallah hamısı sağ-salamat çıxar. Kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Dostunuzla, tanışınızla paylaşsanız sevinərəm. Yorumlarınız da bizim üçün çox önəmlidir. Bol-bol yorum etsəz sevinərik inşallah. Sağ olun, salamat qalın.